Salam, əziz və hörmətli izləyicilərim. Kanalıma xoş gəldiniz. Videomu bəyənməyi və like eləməyi unutmayın. Mətbəximizdən olan kotletin necə hazırlanması və bişirilməyini videomda göstərəcəyim. Qram ət, 2 orta boy soğan, 2 ədəd kartoşka, orta boy. 2 xörək qaşığı un, 1 xörək qaşığı kəkik otu, 1 xörək qaşığından biraz az duz, 1 çay qaşığının ucunda da istiot. 1 çay qaşığı bitməyən tomat, biber tomatı və yaxud da pomidor tomatı ola bilər. Zövqə görə. 2 ədəd də yumurta. Qırırıq belə. Belə yoğuraq. Yaxşıca yoğurulmalıyıq ki, su çıxartmasın. Hardasa bir yarım saat özünə gəlməlidir kotletimiz ki, qəşəng olsun. Yoğurundan sonra. Yoğuraq belə. Biraz özünə gəlsin. Hardasa bir yarım saat. Biraz yağımız qızsın. Kotleti də mən belə uzun sov edirəm. Amma zövqə görə, istəyə görə dairəvi də etmək olar, həm də lülə çavaq formasında da etmək olar. Bunlar da sıxaq belə. Sumaq da tökmək olar, amma mən nar sıxdım. Göz haqqınızı halal edin.